Salam dostlar, hər vaxtınız xeyir olsun. Bugünkü mövzumuz sifətdir. Deməli, sifət əşyanın əşya deyən təbii ki, burada isim nəzərdə tutulur. əlamət və keyfiyyətini bildirən əsas nitq hissəsidir. Qısaca yazdıq. Təbii ki, burada əsas məsələ var. Əlamət deyəndə biz nə başa düşməliyik? Əlamət deyəndə biz onu başa düşməliyik ki, bir əşyanın zahiri görünüşü. Bura nə aiddir? Deyək ki, əşyanın ölçüsü, rəngi, forması və gözlə görülə biləcək istənilən bir şey. Bu əşyanın zahiri əlamətidir. Buna nə aid ola bilər? Misal üçün, qırmızı, bax əşyanın rəngi. Misal üçün, böyük, uzun və s. Bir də var keyfiyyət. Keyfiyyət deyəndə biz əsasən daxili xüsusiyyətləri nəzərdə tuturuq. Daxili xüsusiyyətlər. Misal üçün, daxili xüsusiyyətləri nə yaza bilərik? Bir insanın məsələn vicdanlı olması onun daxili xüsusiyyətdir. Və yaxud da yaxşı olması və yaxud da yeməyin dadlı, acı, turş və s. Yəni, bu iki əlamət və keyfiyyət arasındakı fərq ondan ibarət ki, zahiri yəni bir əlamət bir əşyanın zahiri ilə bağlıdır. Deyək ki, bir əşyanın ölçüsünü gözümüzlə görə bilərik. Rəngini gözümüzlə görə bilərik. Formasını gözümüzlə görə bilərik. Misal, qırmızını biz görürük gözümüzdən və təyin edirik ki, bu qırmızı rəngdir. Və yaxud bir əşyanın böyüklüyünü, uzunluğunu, balacalığını və s. və s. Yəni, bunu gözümüzlə görə biliriksə, ilkin əlamət olaraq, deməli, bu əşyanın əlamətidir. Bir də var ki, misal üçün, keyfiyyəti. Keyfiyyəti biz gözümüzlə görə bilmirik. Misal üçün, bir insan vicdanlı olmağın onun xarici görkəmi ilə təyin etmək mümkün deyil. Vicdanlı olmağını necə biz müəyyənləşdiririk? O insanın hər hansı bir hərəkətindən biz onun vicdanlı olub-olmadığını təyin edə bilirik. Və yaxud da mərhəmətli olduğunu necə müəyyənləşdiririk? Təbii ki, burada da biz insanın hərəkətinə, davranışına baxırıq, dəyərləndiririk və onun nəticədə deməli, vicdanlı olub-olmadığını müəyyənləşdiririk. Və yaxud da mərhəmətli olub-olmadığını müəyyənləşdiririk. Həmçinin yemək olsun, onun ilk baxışdan dadlı olub-olmadığını demək olmaz. Təbii ki, ona dadına baxmalıyıq, onunla belə müəyyən qədər bir təmasda olmalıyıq. Məsələ budur. Əlamət və keyfiyyətlə bağlı deyəcəklərimiz bu qədər. İndi keçək, bunu silək. İndi keçək sifətin suallarına. Sifətin hansı sualları var? Sifətin necə, nə cür, bir də hansı sualı var? Sifət əgər bu suallara cavab verirsə, cümlə üzvü olaraq təbii ki, təyin və xəbər olur. Bəzən sifətlər cümlədə isimləşə bilər. Yəni, bu nə zaman baş verir? Sifət aid olduğu ismi, yəni əşyanı cümlədə itirir və başlayır ismin bəzi xüsusiyyətlərini daşımağa. Yəni, buna deyilə substantivləşmə. Burada nəsə yerləşmədi. Bu sifətin isimləşməyidir. Misal üçün, bax, bura bir nümunə yazıram. Zaldakı insanlar
Gülüşdülər. Gülüşdülər. Baxın, burada sifət zaldakı sözüdür. Zaldakı. Onun aid olduğu isim insanlardır. İkinci bir nümunə yazıram. Zaldakılar. Zaldakılar. Gülüşdülər. Gülüşdülər. Bax, fikir verin, uşaqlar. İkinci cümlədə insanlar sözünü yazmadım. İkinci cümlədə insanlar sözünü yazmadıq üçün sifət isimləşdi. Çünki sifətin aid olduğu isim insanlar ismidir və ikinci cümlədə o yoxdur. Deməli, aid olduğu ismi itirib, isimdə olan o lar-lər cəm şəkilçisini özü qəbul edib və başlayıb isimləşməyə. İsimləşərkən hansı suala cavab verib? Kimlər? Görürsünüz, bu ismin sualıdır. Təbii ki, sifət isimləşəndə dönüb isim olmur. Elə sifət olaraq da qalır morfoloji baxımdan. Sadəcə ismin bəzi xüsusiyyətlərini daşıya bilər. Misal üçün, hallana bilər. Deyə bilərik ki, zaldakılar, zaldakıların, zaldakılara, zaldakıları, zaldakılarda, zaldakılardan. Həmçinin mənsubiyə şəkilçisi qəbul edə bilər, cəm şəkilçisi qəbul edə bilər. Amma sifət təbii ki, ümumi və ya xüsusi ola bilməz. Sonra sifət konkret mücərrəd ola bilməz. Yəni ismin hər xüsusiyyətini də daşımır. Təbii ki, sifət isimləşərkən cümlədə mübtəda, tamamlıq vəzifəsinə çıxış edə bilər. Amma isimləşməsə cümlə üzvü olaraq o təyin olur. Ən çox bir də ismin xəbəri yerində işlənir. Sonra sifətlərin ən vacib məsələsi təbii ki, onun normalarıdır. Çünki bu xüsusiyyət başqa bir nitq hissəsində yoxdur. Təbii ki, sifətlər yəni bir çox sifətlər, sifətin dərəcələrini bir dəqiqə yazaq. Sifətin dərəcələri. Bir çox sifətlər qrammatik formasının, qısaca yazaq, qrammatik formasını dəyişməklə əlamət və keyfiyyətin az, çox, normal olduğunu bildirir. Biraz qələmimizdə problem var, xəttimiz yaxşı düşmür. Bir çox sifətlər qrammatik formasını dəyişməklə əlamət və keyfiyyətin az, çox, normal olduğunu bildirir. Yəni, buna sifətin müqayisə dərəcələri deyilir. Sifətin birisi 3 müqayisə dərəcəsi var. Adi, azaltma, bir də çoxaltma dərəcəsi. Misal üçün, adi dərəcəyə bir nümunə yazaq. Yaşıl. İndi yaşıl sözünü azaltma dərəcəsində işlədək. Misal üçün, açıq yaşıl. Sonra çoxaltmada isə işlədək tünd yaşıl. Bu, görürsünüz, 3 dərəcə əlamətini burada qeyd elədim. Adi dərəcə təbii ki, yaşıl olur. Yəni, bu nə çoxdur, nə azdır. Sadəcə normadır. Azaltma dərəcəsində açıq yaşıldır, çoxaltmada isə tünd yaşıldır. Sifətin müqayisə dərəcələri, onu da qeyd edək. Morfoloji və sintaktik üsulundan yaranır. Morfoloji, birinci buna yazaq, morfoloji üsulla. Misal üçün, elə azaltma dərəcəsinə baxaq. Morfoloji üsulla yaranan azaltma dərəcəsi şəkilçilər hesabına yaranır. Misal üçün, ımtıl, ımtıraq.
sonra sov, şın, yalnız və sair və ilaxır. Bunlar rak, o da var. Onu qeyd edək, rak. Yəni bunlarla düzənən sifətlər azaltma dərəcəsində olan sifətlərdir və morfoloji üsulla yaranıb. Çünki şəkilçilərin hesabına. Misal üçün yaşımtıl, sonra qırmızımtıraq, uzunsov, qaraşın, sonra qarayanyız, yaxşıraq və s. və ilaxır deyə bilərik. Bu sadəcə sifətin azaltma dərəcəsinin morfoloji üsulla yaranmasıdır. Bəs sintaktik üsulla yaranan azaltma dərəcəli sifətlər nə ilə düzəlir? Təbii ki, bunlar da sözlər vasitəsilə düzəlir. Burada yazaq sintaktik üsul. Sintaktik. Düzdür. Sintaktik üsulla yarananlara misal ala, sonra açıq, təhər, bir də kəm. Misal üçün, alaya biz yaza bilərik. Ala, çi, defislə. Misal üçün, açıq, sarı, defislə. Misal üçün, qırmızı, təhər, bitişik. Kəm, şirin, bitişik. Deməli, ala və açıq sözləri ilə yaranmış sifətin azaltma dərəcələri defislə, təhər və kəm sözləri yaranmış sifətin müqayisə dərəcələri, yəni azaltma dərəcəsi isə bitişik yazılır. Həmçinin az sözü ilə də yarana bilər. Misal üçün, az qırmızı, az sarı və s. Bu zaman isə ayrı yazılır təbii ki. Bu belə. Misal üçün, bunu pozaq. İndi gəlir çoxaltma dərəcəsinə. Çoxaltma dərəcəsində yaranmış sifətlər, deməli, m, p, r, s samitlərinin köməyi ilə, sonra ən, lap, daha, olduqca ədadlarının köməyi ilə, sonra tünd, düm, sonra appaq, sonra nə deyə bilərik? Tümdür, dümdür, appaqdır. Bu təbii ki, sözlərlə yaranır. İndi gələ burada da morfoloji və sintaktik üsulla yaranma məsələsinə. Bu m, p, r, s samiti ilə yaranmış sifətlər, yəni çoxaltma dərəcəli sifətlər morfoloji üsulla yaranmış sifətlərdir. Misal üçün, əndir, lapdır, daha da olduqcadır. Ondan sonra hətta burada zil sözü də var idi. Bunu da yazaq. Zil. O yaddan çıxdı. Tündür, dümdür, appaqdır, zildir. Bunlar isə təbii ki, sintaktik üsulla yaranmış çoxaltma dərəcəli sifətlərdir. Misal üçün, deyə bilərik, tünd yaşıl, düm ağ, ağ appaq, zil qara və s. və ilaxır. Və yaxud da ədadlarla daha maraqlı, misal üçün, ən qəşəng və s. və ilaxır. Bu m-p-r-s samitlərinə yarananlar bəs necə düzəlirlər? Misal üçün, bax, düz sözü yazaq bura, düz. Bax, bunun son samiti var, ha. Son samiti z-dır. Onu m samiti ilə əvəz edirik. Bax, belə olur. Düm, düz. Deməli, burada nə oldu? Yəni, sözün ilk hecasının son samitinin bu samitlərlə əvəz olması üsulu ilə, yəni morfoloji üsulla yaranan düm-düz. Aydın oldu. Digərləri isə sintaktik yolla yaranan çoxaltma dərəcəli sifətlərdir. Bir də uşaqlar, bəzi sifətlər var ki, bu düşünülə bilər ki, deməli, adi dərəcədə yox, deyək ki, çoxaltma dərəcəsindədir və yaxud da azaltma dərəcəsindədir. Xeyr. Burada nəyə fikir verməli? Tutaq ki, bax, buraya yazıram. Tünd, xasiyyət. Sonra buraya yazıram kəm, hövsələ. Sonra yazıram tünd, çay və s. və ilaxır. Deməli, bax, burada uşaqlar, tünd xasiyyət sözündə bir dənə fikir verin nəyə? Tünddən sonra gələn söz isimdir. Sonra kəmdən sonra gələn söz hövsələdir.
Burada tünddən sonra gələn söz çay sözüdür. Deməli, baxın uşaqlar, burada nədir məsələ? Yəni bu tünd xasiyyət sözüdür, kəm hövsələ sözüdür. Bunlar adi dərəcədə olan sifətlərdir. Çünki tünd o vaxt çoxaltma dərəcəsində olur ki, o sifətə aid olur və defisinə yazılır. Həmçinin kəm sözü, misal üçün biri var kəm hövsələ, biri var bax kəm şirin. Fikir ver, burada kəm sözündən sonra şirin sözü gəlib, düzdür? Deməli bu sifətə aiddirsə, o azaltma dərəcəsində sayılır. Amma isimlə işlənibsə, təbii ki, bu adi dərəcədə olacaq. Həmçinin tünd sözündən sonra çay sözü gəlib. Birincisi, çay isimdir və ismin heç bir dərəcə əlaməti ola bilməz. Yəni bu məsələni həmişə diqqətdə saxlamaq lazımdır ki, yəni özündən sonra gələn və yaxud özünə bitki olan sözün hansı nitq hissəsinə aid olmasını biz dəqiq bilməliyik. Yəni isimdirsə, təbii ki, bu adi dərəcədə olan sifət olacaq. Sonra bir də burada bir məsələ var. Biri var dümdüz, biri var dümağ. Bax, burada iki fərqli məqam var. Bax, birincidə bax dümağ, birincisi dümdüz var ha. Bu morfoloji üsulla yaranıb. Bu isə sintaktik üsulla yaranıb. Niyə? Çünki birincidə düz sözünün son samiti olan z, m samiti ilə əvəz olunub. İkincidə isə düm hissəcik olaraq ağ sözünə artırılıb. Ona görə ikincisi sintaktik üsulla, birincisi isə morfoloji üsulla yaranıb. Belə. Bir də o sifətin təbii şəkilçiləri var. Bunları burada qeyd etməyə ehtiyac yoxdur. Bunları sadəcə əzbərləmək lazımdır. Sifətlə bağlı deyəcəklərimiz bu qədər. Elə biləm ki, belə bir yadımızdan çıxan nəsə olmadır. Nəsə bir şey olsa təbii ki, rəy bölməsinə yaza bilərsiniz. Orada izah verərəm sizə. Oldu. Çox sağ olun kanalımızı izlədiyiniz üçün təşəkkür edirik.